Mətnə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. 21 avqust 2025-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bu yanlış fikirdir, çünki mətndə qeyd olunub ki, Kəlbəcər rayonu 2020-ci il noyabrın 2-də işğaldan azad olunub. Kəlbəcərdə insanlar İslamın yayıldığı dövrdən başlayaraq məskunlaşmağa başladılar. Bu da yanlış fikirdir, çünki mətndə qeyd olunur ki, ta 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri var idi. 6 min il yaşı olan qaya təsvirləri var idi. Və burada insanlar atəşpərəstliyi, xristianlıq, daha sonra İslamın olduğu dövrlərdə məskunlaşıblar. Deməli, 1 ilə 2-ni seçmirik. Yanlışdan yanlış fikirləri götürməliyik. Misal üçün, üçüncü fikir elə özü yanlışdır. Çünki 76-cı ildə qaya təsvirləri Kəlbəcərdə yox. Burada yazır ki, qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında qədim yaşayış yerlərindən biri aşkar olunmuşdur. Deməli, bu yanlışdır. 1968-ci ildə isə Şorbuq və Ağyataq yox. Burada qeyd olunub ki, Ayçınqıllı və Pəriçınqıllı dağlarının qayalarında həkk edilmiş təsvirlər öyrənməyə başlamışdı. Deməli, 3 və 4-ü yanlış olaraq seçirik. Beşinci fikri ehtimal kimi qəbul etmək olar, çünki həqiqətən də həmin qətnamə işğalla bağlı idi. Burada yazmışdı ki, qətnamədə qeyd olunur ki, bütün işğalçı qüvvələr Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından çıxarılsın və biz ehtimal edə bilərik ki, e, buna səbəb, yəni həmin qətnamənin qəbul edilməsinə səbəb məhz elə Kəlbəcərin işğalı olub. Deməli, 5-i seçirik. İslam dini 7-ci əsrdən yayılmağa başlayıb. Bu isə faktdır, ehtimal deyil. Çünki mətndə konkret olaraq yazılıb ki, 7-ci əsrdən İslamın yayıldığı dövrlərdə yaradılmışdı. Deməli, bu fakt olduğu üçün seçmirik. Cavabımız olur 3, 4, bir də 5.